Xoş gördük əziz dinləyicilər. Bu günləri Amerikanın məhz təhdidləri fonunda biz desant artıq çıxartmağa hazırlaşırıq və yaxud da 60 min ordu yığırıq körfəzə. Digər tərəfdən George Bush gəmisinin əraziyə, körfəzə gətirilməsi məsələsi müzakirə olunduğu bir vaxtda. İkinci tərəfdən də bilirsiniz, Trump yanmır və açıqlamaları daim arxa-arxayadır və bildirib ki, biz İranı əgər İran masaya oturmazsa biz onu daş dövrünə qaytararıq. Bununla bərabər hər gündə İran rəhbərliyi öldürülür. Ən son öldürülən də İran məhkəməsi, Ali Məhkəməsinin rəhbəridir ki, minlərlə insanın əli qanına batmış insandır. Bununla bərabər həm də Pezeşkiyanın qiymətləndirilməsi məsələsi var ki, o kifayət qədər ağıllı insandır və danışıqlar istəyir. Bugün isə çox maraqlı olan və bütün dünya içində sensasiya yaradan məhz İran prezidenti Pezeşkiyanın Amerika xalqına hədəf götürərək Amerika xalqına bir məktubu vardı. Çox maraqlı bir məktubu. Mən düşünürəm ki, bugün İran propagandistlərinin hər şeyini kənara atmaqla, onların üzərindən xətt çəkməklə əsl biz İranda nə baş verir anlaya bilirik. Hansı ki, bu günləri bilirsiniz ki, İran propagandası və o İran trollarının, Xamneyi trollarının ortaya qoyduğu propaganda mənasız bir propagandadır. Eynən bu Səddam Hüseynin dövründə də vardı. Uduruq, məhv edirik, sökürük, dağıdırıq, rejim ayaq üstədir. Rejimin nəyi ayaq üstədir? Zaten siz məhv olmusunuz və məhvə doğru nə qədər sürətlə getdiyiniz də ağıllı insanlar bilirlər. Sadəcə onları da bəzən günah görmürük. Çünki elə məhz İraq məsələsində də onların xarici işlər Tariq Aziz də Bağda tutulanda deyirdi ki, biz qalib gəlirik, biz tuturuq. Eyni propagandadır, müharibədə belə şeylər olur. Amma bugün ən real qüvvə, bugün ən real söz məhz bu günləri İran xalqının seçdiyi Pezeşkiyan tərəfindən Amerika xalqına müraciət edir. O Amerika xalqına müraciətdə bütün formalarda niyə görə İran və bu ərazidə yaşayan dövlətlərin qədim millət olduqlarını, heç kəsə təcavüz etmədikləri barəsində kifayət qədər uzun bir məktub yazıb. Amma bütün bunlarla bərabər bizim üçün ən maraqlı olan hadisə nədir? Ən maraqlı olan hadisə heç də Pezeşkiyanın İslam dövləti, nə bilim, Pəhləvi dönəmini xatırlatması deyildi. Ən vacib dönəm məhz 1950-53-cü illərdə Müsəddiqin dövrü. Müsəddiq özü də Qacar idi. Qacar ailəsinə məxsus bir şəxsiyyət idi. Və Müsəddiq demokratik İranı yaradan şəxslərdəndir ki, İranın milliləşdirilməsi proqramını həyata keçirdirdi. O dövrdə Amerikanın, necə deyərlər, təzyiqi nəticəsində Müsəddiq hakimiyyətdən salınmışdı. Bu günləri Pezeşkiyan da onu Amerika xalqına müraciətlə bildirdi ki, məhz Müsəddiqləri siz hakimiyyətdən saldınız. Demokratik İranın qarşısını siz aldınız. Onu siz, belə deyək, Pəhləvi rejimin əlinə buraxdınız. Biz bu günləri də danışıqlara hazırıq. Biz bu günləri də Amerika xalqının, İran xalqının maraqları etibarlı oturub danışıqlara hazırıq və demokratik olmağa, mən deyərdim ki, bunun açıqlamasını verir ki, demokratik olmağa hazırıq. Bu günləri İran prezidenti başda Pezeşkiyan olmaqla əsl islahatçı qanaddır, əsl demokratiyanı sevən qanaddır və Müsəddiq tərəfdardır. Bütün bu danışıqlar çərçivəsində məhz 1953-cü ilə nöqtə vuran Pezeşkiyan məncə bütün İran xalqına, Avropa xalqına və bütün bəşəriyyətə yaxşı bir mesaj göndərmiş oldu. İkinci bir mənada isə biz Həsən Ruhani ki, keçmiş prezident, onun da məhz bu günlərə açıqlaması ortaya çıxdı ki, bildirdi ki, nəhayət islahata getmək lazımdır, nəhayət əl çəkmək lazımdır bu rejimçilikdən, yəni bu müharibədən, yəni İran xalqına məhz Sepaha müraciət edir. Yəni ağlı başında olan, bundan əvvəl də xatırlayırsınızsa, ən ləyaqətli insanlardan biri olan İranda mötədil beyni olan insanlardan biri Mir Hüseyn Musəvi idi. O da Azərbaycanlıdır. O da bildirir ki, sizin vaxtınız bitdi. Müharibənin birinci günü bu sözü demişdi. Sizin vaxtınız bitdi, bəs verin, son qoyun və əlbəttə ki, islahatlara gedin. Bugün əsl reallıq budur. İran üçün deyilən, ay qalib gəlirik, ay vurur, sanki xoruz döyüşdürürlər, sanki digər it boğuşdururlar. Bu it boğuşturma müharibəsi deyil. Bugün Amerikanın İrana vurduğu zərbələr çox dəhşətlidir. Və bunu Pezeşkiyan kimi şəxsiyyətlər, Ruhani kimi ağlı başında olan insanlar, Mir Hüseyn Musəvi kimi İran xalqını həqiqətən sevən insanlar bunu yaxşı bilirlər. Əsl həqiqətləri bunlardır. Və mən düşünürəm ki, nəhayət, məhz bu günləri İran kifayət qədər, Sepah kifayət qədər
zərbə alıb, sərt surətdə əzilib və onların da içində bir ağıllı insan nəhayət cavab verər və bu günləri Pezeşkan kimi insanların əlində imkan var ki, bir mötədil insan kimi xalqın arxasına alaraq bu müharibəni dayandıra bilsin və İranı əsl həqiqətinə, əsl tarixi keçmişinə və demokratiyaya doğru aparsın ki, bu da orada yaşayan bütün xalqlar üçün ən əlverişli və Azərbaycan xalqı üçün də şimallı, cənublu, bütün Azərbaycan üçün, regionumuz üçün də ən doğru yoldur. İnşallah Pezeşkan bu yolunda nəhayət qalib gələr. Təşəkkür edirəm diqqətinizə görə.